6-cı günündə ABŞ-İsrail-İran müharibəsinin sədası Qafqazdan eşidildi. Martın 5-də Babək rayonunda Naxçıvan şəhər aeroportu və yaxınlığında yerləşən məktəbə dron zərbələri endirildi. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, İranın silahlı qüvvələr tərəfindən Naxçıvana 4 PUA yönləndirilib və onun biri Azərbaycan ordusu tərəfindən sıradan çıxarılıb. Hadisə nəticəsində 4 nəfərin yaralandığı və xəstəxanaya yerləşdiyi bildirilib. İranın Xarici İşlər Nazirinin müavini Kazım Qəribabadi İranın qonşularını hədəf almadığını açıqlayıb. Yalnız düşmənlərimizin hərbi bazaları olan ölkələr hədəf alınacaq. Nakişi kimi Naxçıvana zərbə endirmək. Azərbaycan Prezidenti İlham Əliyev dron hücumunu Iranın törətdiyini deyərək qonşu ölkənin üzr istəməli olduğunu bildirib. Bugün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Martın 5-də Təhlükəsizlik Şurasının iclasında prezident vurğulayıb ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Naxçıvan Muxtar Respublikası bir əsrdir imzalanan Qars müqaviləsinə əsasən Türkiyənin himayəsində sayılır. Türkiyə bu müqavilə ilə Naxçıvanın Azərbaycan tərkibində statusunun və təhlükəsizliyinin beynəlxalq hüquqi zaminidir. Azərbaycandan hərbi ekspert Səxavət Məmməd Azadlıq Radiosuna müsahibəsində deyib ki, müharibənin miqyasının genişlənməsində və digər dövlətlərin də qoşulmasında maraqlı olan qüvvələr olduğunu düşünür. Təkcə İrandan da gedmir söhbət. Amerika və İsrail də əslində müharibənin miqyasını genişləndirmək istəyir və onlar da maraqlıdırlar ki, əslində İrana qarşı hansısa bir dövlətləri çıxarsınlar. Bu dövlətlərdən biri böyük ehtimalla Türkiyədir və biri də Azərbaycandır. Və hesab edirəm ki, çox ağır bir proses gedir. Hesab edirəm ki, bu proseslər bir qədər daha da dərinləşəcək və rəsmi Bakı müxtəlif addımlar ata bilər. Yəni Azərbaycan tərəfinin İrana hərbi əməliyyatlar keçirəcəyi və yaxud da ki, İrana zərbə ilə indirəcəyi, yəni inandırıcı deyil. Amma Azərbaycan tərəfi təbii ki, İran sərhəddi istiqamətində hava hücumundan müdafiə sistemlərini, radio, elektron mübarizə vasitələrini sayını artıra bilər. Rəsmi Ankara Naxçıvana dron hücumunu pisləyib və Azərbaycanın yanında olduğunu açıqlayıb. İki ölkənin Xarici İşlər Nazirləri arasında telefon danışığı olub və Naxçıvana təyyarə reyslərinin İğdır aeroportuna yönləndirilməsi qərarı alınıb. Türkiyədən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay, dron hücumunun Türkiyə və Azərbaycanı müharibəyə daxil etmək üçün provokasiya ola biləcəyini də istisna etmir. İrandan atılmışsa bu dronlar Azərbaycan radarına yakalanmadan nasıl Naxçıvana kadar geldi? Burada Azerbaycan hava savunma sisteminin bir eksikliği mi söz konusu? Yoksa Azerbaycan'a ve Türkiye'yi İran'a karşı harekete geçirmek için provokasyon hareketi mi sorusunu da ister istemez gündeme getiriyor. Fakat her halükarda Türkiye hem kendi topraklarına karşı hem de Azerbaycan topraklarına karşı yapılacak saldırıya anında savunma bağlamında cevap vereceği, gerekirse saldırı seçeneğinde göz önünde bulunduracağı ifade edilmekte. İranın Xarici İşlər Naziri Abbas Əraqçı Azərbaycan Xarici İşlər Nazirliyi ilə telefon zəngində 4 azərbaycanlının yaralanmasına təəssüf etdiyini bildirib və bunun İsrail tərəfindən iki ölkə arasındakı münasibətləri pozmaq məqsədi ilə törədilə biləcəyini deyib. İran və Fars körfəzi regionunun təhlükəsizlik və müdafiə məsələləri üzrə ekspert Farzin Nadimi düşünür ki, İranın regionun hər yerində kəşfiyyatçılarının olması faktını nəzərə almaq lazımdır. Lakin ehtimal edə bilərəm ki, bu orada yerləşən və İran daxilinə keçərək vurulmuş pilotları xilas etmək üçün gözləyən mümkün İsrail və ya ABŞ-ın CSR, döyüş axtarış xilas etmə kontingenti ilə bağlıdır. Daha aydın desəm, belə bir kontingentin hazırda Naxçıvanda yerləşib-yerləşmədiyini bilmirəm. Lakin praktiki və məntiqi səbəblərə görə bunun mümkün olduğunu güman eləyə bilərəm. Kiçik CSR qrupu aqressiv və ya düşmən niyyəti ifadə etmir. Azərbaycan bunu humanitar addım kimi təqdim eləyə bilər. Əslində bu baxımdan yanaşsaq, bu doğrudan da humanitar xarakter daşıyır. Hazırda Bakı-Naxçıvan-Bakı reysləri dayandırılıb, Bakıdan Naxçıvana uçan sərnişin təyyarələri Heydər Əliyev hava limanına geri dönməyə məcbur olub. Nazirlər Kabineti martın 5-də açıqlayıb ki, mövcud vəziyyət nəzərə alınaraq Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd keçid məntəqələrindən yük avtomobillərinin hərəkəti müvəqqəti olaraq tam dayandırılıb. ABŞ və İsrailin İrana qarşı hücumları fevralın 28-də başlayıb və İran da cavab hücumları ilə İsrail və Körfəz ölkələrini hədəfə alıb.